Axşamınız xeyir əziz müəllimlər. Bugünkü mövzumuz direkt indirekt mövzusudur. Direkt indirekt mövzusuna başlamazdan öncə biz bilirik ki, əsasən burada baş cümlə və budaq cümlə bir-birini izləməlidir. Dırnaq işarəsi atılmalıdır. Zamanlarda dəyişiklik olmasına fikir vermək lazımdır. Şəxs əvəzlikləri, zaman zərfləri, hər bir şeyə diqqət yetirsək, bu testlərdə səhvlik edə bilmərik. Baxırıq birinci testimizə. Birinci testimizdə görürük ki, he says to me, put on your coat right please. Cümləmiz bir növ əmr, xahiş nisbətində olan cümlələrdən biridir. Baş cümləmiz indiki zamandadır. Təbii ki də indiki zamandadsa diqqət eləməliyik ki, ikinci səhvdə gələn budaq cümləmiz indiki zamanda olsun. Əmr, xahiş, məsləhət cümlələri bilirik ki, qarşısına to artırmaqla düzəlir. İnkarlarda not to, təsdiqlərdə isə to əlavə eləməklə düzəlir. Birincisinə baxırıq, burada to yoxdur, ona görə yanlışdır. B variantında yenə to hissəciyimiz yazılmayıb, ona görə yanlışdır. C variantı doğrudur. He orders me to put on my coat. O mənə deyir ki, paltonu geyin, yəni məsləhət edir mənə, tövsiyə edir. Yoruda dəyişdik təbii ki də, diqqət eləməliyik. He asks me to put on my coat. To put yazmalıydı. Y variantında da yanlışlıq nədir? Asked yox. Asks olmalıydı ya orders olmalıydı. Çünki baş cümləmiz keçmiş zamandadsa, budaq cümləmiz də keçmiş zamanda olmalıdır. Baş cümləmiz indiki zamandadır. Deməli, burada dəyişiklik budaq cümlədə olmamalıdır. İkinciyə baxırıq. İkincidə yenə baxırıq ki, cümləmiz əmr cümləsidir, inkar formasındadır. Baş cümləmiz yenə indiki zamandadır. She says to the children. O uşaqlara deyir. Don't make a noise. Səs salmayın. Bunu belə çevirməliyik əmr cümlələrini. Not to make a noise. Birinci, yəni baş hissəsini hər bir children'a qədər olan hissəni doğru verib. Bura qədər xətləyək. İndi A variantına baxırıq ki, A variantımız tamamilə doğrudur. Not to make. A variantı doğrudur. B variantında not to make a noise olmalıydı. Ona görə yanlışdır. C variantında not to hissəsi verilməyib, yanlışdır. D variantında yenə elə. Y variantında isə baş cümləni indiki zamanda verib, budaq cümləni keçmiş sadə zamanda verib, olmaz. Baxırıq üçüncü testimizə. Üçüncü testimizdə doğru variantımız C variantıdır. Xüsusi sual cümləsidir. Xüsusi sual cümləsi də bilirsiniz ki, xüsusi sual əvəzliklərindən sonra cümlənin nəqli formada işlənməsidir. A variantında iz qabaqdadır. B variantında yenə iz qabaqdadır. C variantında doğrudur. D variantında voz qabaqdadır. Y variantında isə cümlənin əvvəli baş cümlə indiki zamanda, budaq cümlə keçmiş zamandadır. Bu variantlarda da özünü əks elətdirir. Məsələn, orada D variantına baxaq, iki səhv. Həm vozun gəlib, xəbərin gəlib qabaqda işlənməsi, həm də ki, ask cümlənin əvvəlində olan, indiki zamanda olan baş cümlə, budaq cümlənin keçmiş zamandan verilməsidir. Dördüncüyə baxırıq, doğru variantımız A variantıdır, əmr cümləsidir. Not to ilə verilməlidir. B variantında not to yazılmayıb. C variantında not to yazılmayıb. D variantında not to hissəsi doğru verilməyib. Y variantında yenə not to hissəsi yoxdur. Beşinci testə baxırıq. Doğru variantımız A variantıdır. Əmr cümləsi təsdiq formasındadır. To əlavə edirik. Ask me to read yazılmalıdır. Yazılmayıb. C variantında ing verib olmaz. D variantında ing verib olmaz. Y variantında he asks me to read olmalıydı. Altıncı testə baxırıq. Doğru variantımızı istəyir bizdən. Yenə ümumi sual cümləsidir. Ümumi sual cümləsidirsə doğru variantımız burada B variantıdır. A variantında problem nədir? Ümumi sual cümləsi olsa da köməkçi xəbər olmamalıdır cümlədə. Köməkçi xəbər harda var çıxırıq. Cümlə nəqli cümlə şəklində olmalıdır. A variantında does qabaqdadır. B variantına baxın. She wonders if he boasts of his skills. Deməli, he boasts. Bağlayıcıdan sonra ümumiyyətcə ümumi sual cümlələrində if vezdən istifadə olunur. Baxmayaraq ki, bağlayıcılar yazılıb, amma bağlayıcı yazılsa da sizi aldada bilər. Diqqətli olun, köməkçi feil cümlədə yazılmasın. C variantında baş cümlə indiki zamandadır, boasted verib olmaz.
yanlışdır. Y variantında isə deməli she wants to know if he boasts. Çünki he-dən sonra feilin sonunda s şəkilçisi olmalıdır. Yazılmayıb. Doğru variantımız B variantıdır. Keçirik 7-ci testimizə. 7-ci testimizdə nəqli cümlə şəklindədir. Biraz testi qabaq eləyək. Aha. Oy. Nəqli cümlə şəklindədir 7-ci testimiz. Doğru variantımız C variantıdır. C variant. A variantında teldən sonra zət olmaz. Askdan sonra nəqli cümlə şəklində zəti göstərmək, belə deyək, ola da bilər, əslində zət olmaya da bilər. Yəni bunun olub olmaması yanlışlıq deyil. Əsas odur ki, zamanlar bir-birini düzgün izləsin. B variantında she asks she likes algebra. Əslində nəqli cümlədə say tel əvəzlənməsi olmalıdır. B variantına askla verib. Askı biz nəqli cümlədə vermirik. Əsasən ümumi sual cümlələrində veririk. D variantının problemi nədir? Says liked verib. Bu tərəfdə olmaz. Y variantında da problem odur ki, o deyir